Təcili xəbər. Təqaüdçülərin cibinə əl uzadırlar. Bu, sizin də pensiyanızdır. Əziz nənələr, əziz babalar, bu vətənin yükünü çəkən, ömrünün ən gözəl çağlarını əmək ocaqlarında keçirən, bu gün də istirahət bilməyən dəyərli insanlarımız. Mən pensiya hüququ üzrə ixtisaslaşmış hüquqşünas olaraq sizinlə həyatı vacib bir məlumat paylaşmaq istəyirəm. Bu xəbər məni dərinlərdən sarsıtdı və inanıram ki, bu video sona qədər izləsəniz, siz də biganə qalmayacaqsınız. Çünki söhbət sizin zəhmətlə qazandığınız, hər bir qəpiyinə halav haqqınız olan pensiyanızdan gedir. Gecə-gündüz bilmədən işləyən, hər gecə obyektlərə göz gəzdirən gecə gözətçilərinə, hər səhər süpürgə ilə şəhərimizin küçələrini, müəssisələrin dəhlizlərini təmizləyən xanımlarımıza, evə 1 manat artıq pul gətirmək üçün hər cür çətinliyə qatlaşan babalarımıza, hamınıza xoşbəxtlik məktubu gəlir. Necə yəni xoşbəxtlik məktubu deyəcəksiniz? Mən də təəccüb edirəm. Çünki bu məktubun heç bir xoşbəxtlik ilə əlaqəsi yoxdur. Əksinə, gələcəyinizə zərbə vurmağa hazırlaşır. Dövlət orqanlarında, kabinetlərdə elə bir yeni qərar layihəsini irəli sürürlər ki, bu layihə həyata keçərsə, işləyən təqaüdçülərin pensiyasının baza hissəsi %30% azaldıla bilər. Və bu azaldılma yalnız gələcək üçün deyil, keçmiş dövrə də şamil oluna bilər. Yəni, geriyə doğru tətbiq edilə bilər. Hər bir qeyri-rəsmi işlədiyiniz ay üçün sizə 300 manata qədər cərimə yazıla bilər. Təsəvvür edin, həyatınızın son illərində belə öz zəhmətinizlə bir tikə çörək qazanmağa çalışan insanların cibinə göz dikmək nə dərəcədə ədalətlidir, nə dərəcədə insanlıqdır. Bəs illər boyu bu vətənə can qoyan, onu quran, bu günümüzə gətirən sizlərin əməyinin dəyəri harada qaldı? Siz ömrünüzü bu vətənə sərf etdiniz. O gün, bu gün demədiniz. Səhərdən axşama qədər zavodlarda, fabriklərdə, tarlalarda, məktəblərdə, xəstəxanalarda işlədiniz. İndi də əlinizdəki o az miqdar pulda göz dikiblər. Axı bu nə insafsızlıqdır? Məhz bu səbəbdən sizlərdən xahiş edirəm. Necə illərdir işləyirsiniz? Nə qədər əmək stajınız var? Zəhmət olmasa bu zülmə səsinizi qatın. Aşağıda, şərhlərdə yazın. Qoy hər kəs bilsin ki, bu qərar kimlərə təsir edir? Sizin acı təcrübənizdən öyrənsin. Bəlkə də sizin bu səmimi etirafınız bu haqsızlığın qarşısını almaq üçün bir addım olacaq. Bəlkə də düşünürsünüz ki, mən heç yerdə qeydiyyatda deyiləm. Mənə nə dəxli var? Yanılırsınız. Məhz bu məqsədlə inspektorlar indi bütün müəssisələrdə işçi siyahılarını yoxlamağa başlayacaqlar. Bu o deməkdir ki, kimsə hansısa müəssisədə təmizlikçi kimi qeyri-rəsmi işləyirsə, ya da hansısa dükanın qarşısını təmizləməklə az da olsa qazanc əldə edirsə, onun da bu təhdid altında qalma riski var. Bu xəbərləri ilk olaraq eşidən hüquqşünas kimi mən sizin yanında olmaq, sizi qorumaq istəyirəm. Odur ki, belə vacib məlumatları qaçırmamaq, hüquqlarınızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Unutmayın ki, sizin haqqınız var, o haqqı da qorumaq bizim vəzifəmizdir. Xatırlayırsınızmı, əvvəllər necə idi? Sosial müdafiə sistemi daha sadə görünürdü. İnsan ömrünü bir işdə keçirərdi, sonra da layiqli pensiyasına çıxardı. Bəli, pensiyalar heç vaxt kifayət qədər yüksək olmayıb. Amma heç olmasa o az miqdar pulun sabitliyinə bir inam var idi. Yaşlı nəsil, yəni bizim nənə və babalarımız o vaxtlar dövlətin onlara dayaq olacağına inanırdılar. DSMF, Dövlət Sosial Müdafiə Fondu adı çəkiləndə ağla gələn ilk şey illərlə çəkilən zəhmətin bəhrəsi idi. Təqaüdə çıxan bir ağsaqqal, bir ağbirçək bilirdi ki, ömrünün qalan hissəsini heç olmasa biraz rahat keçirəcək. Bəlkə də əlavə işləməyə ehtiyacı olacaqdı, amma bu seçim idi, məcburiyyət deyil. Onun uşaqları, qohum-əqrəba ona dəstək olacaqdı. Əgər rayonda yaşayırdısa, bələdiyyə və ya icra hakimiyyəti ilə əlaqəli hər hansı bir məsələsi olardısa, bilirdi ki, müraciət edə biləcəyi bir yer var. İndi isə hər şey dəyişib. Pensiya sadəcə sağ qalmaq üçün bir vasitəyə çevrilib. Bəzi hallarda isə heç ona da çatmır. Dövlət nədənsə bizim yaşlı nəslimizin ikinci iş yerlərini, əlavə qazanc mənbələrini sanki haram pul kimi görür. Halbuki bu insanlar adətən heç də lüks həyat sürmək üçün deyil, sadəcə dərman pulu üçün, nəvələrinin məktəb ləvazimatlarını almaq üçün ya da qızının, oğlunun ailəsinə az da olsa dəstək olmaq üçün işləyirlər. Bəziləri isə əfsuslar olsun ki, sadəcə azlıqdan ölməmək üçün. Bu yeni qərar layihəsi ilə əlaqədar ən böyük risk qrupuna məhz qeyri-rəsmi çalışan təqaüdçülər daxildir. Yəni o babalar ki, kənddə yaşayırlar, uşaqları Bakıda və ya Rusiyada, Türkiyədə işləyir. Onlar kənddə bostan əkir, bağ baxır, ya da qonşuluqda kiminsə malqarasını otarır. Ya da hansısa çayxanada çayçılıq edir ki, heç olmasa özləri üçün günlük xərc çıxarsınlar.
Ya da o nənələr ki, şəhərdə yaşayırlar, amma evdə oturub darıxmamaq, həm də ailə büdcəsinə qəpiş quruş qatmaq üçün kiminsə evini təmizləyir, ya da məktəbin həyətini süpürür. Məhz bu insanlar, yəni qeyri-rəsmi işləyənlər ən böyük təhlükə altındadırlar. Onların pensiyasından kəsilməklə yanaşı, hələ bir 300 manata qədər cərimə də ödəməli ola bilərlər. Təsəvvür edin, o 300 manat bir təqaüdçünün neçə aylıq dərman pulu deməkdir. Bu sadəcə qəbul edilməzdir. Bəs kimlərə pensiya artımı düşə bilər? Əksər hallarda bu artımlar dövlət sektorunda rəsmi işləyən, tamamilə şəffaf maaş alan, bütün vergiləri və sosial ayırmaları vaxtında ödənilən təqaüdçülərə şamil olunur. Onlar bəlkə də bu qərarla daha az təsirlənəcəklər. Amma biz danışırıq haqqı tapdalanan, görünməyən, dövlət üçün statistika rəqəmindən başqa bir şey olmayan insanlarımızdan. O insanlar ki, bizim cəmiyyətimizin əsasını təşkil edirlər. Bəlkə də onlar əsl ağsaqqallarımız, ağbirçəklərimizdir. Onlar ki, hər sözü hikmətlə dolu, hər addımı təcrübə ilə ölçülmüşdür. Onlar ki, bugün gənc nəsil, o cümlədən mən, onların sayəsində yaşayırıq. Onlar bizə vətəni sevməyi, zəhməti sevməyi öyrətdilər. İndi isə onların zəhmətinə kölgə salmaq istəyirlər. Gəlin bu barədə biraz da düşünək əzizlərim. Fərz edək ki, Naxçıvan ucqar kəndlərinin birində yaşayan Fərhad baba var. 80 yaşının içindədir. Uşaqları bir oğlu Moskvada, digər oğlu İstanbulda işləyir. Qızı ailə qurub Bakıda yaşayır. Fərhad baba kənddə tək yaşayır. Balaca həyətində pomidor xiyar əkir. 2-3 toyuq saxlayır. Pensiyası cəmi 250-yə yaxın manatdır. Bu pula nə kommunal xərcləri ödəyəsən, nə də dərman alıb xəstəliklərdən qormasan. Fərhad baba gənc olanda ömrünü zavodda keçirib. Vətənə layiqli bir oğul kimi xidmət edib. İndi o yaşda nəvələrinin hər biri üçün hər bayramda 5-10 manat vermək istəyir. Tək çıxış yolu nədir? Kənddə bir qonşunun heyvanlarına baxmaq, ya da biraz yer kəsib əkmək. Qeyri-rəsmi, bəli, amma vicdanla, alın təri ilə qazanır. İndi onun o kiçik qazancına görə pensiyasının 30%-ni kəsəcəklər. Üstəlik cərimə də yazacaqlar. Bu Fərhad babanın yox, minlərlə Fərhad babanın hekayəsidir. Ya da Bakının kənarında, Maşdağada yaşayan Məryəm nənə. 76 yaşı var. Həyat yoldaşını illər əvvəl itirib, tək yaşayır. Oğlu var, amma o da kirayədə yaşayır, çətin dolanır. Məryəm nənə gənc olanda məktəbdə təmizlikçi işləyib, illərini bu işə sərf edib. İndi isə pensiyası ilə kirayə pulunu, işıq qaz pulunu çatdıra bilmir. Tək çıxış yol nədir? Hər axşam bir qonşunun evini təmizləmək, ya da bir mağazanın qabağını süpürmək. Hər ay 50-100 manat əlavə qazanc əldə edir ki, heç olmasa çörək pulu çıxsın. Bu 30% kəsilmə Məryəm nənə üçün fəlakət deməkdir. Görürsünüzmü? Bu sadəcə qanun layihəsi deyil. Bu bizim yaşlı nəslimizin taleyidir. Bu onların onsuz da çətin olan həyatını daha da çətinləşdirəcək bir qərardır. Onlar ömrünü zəhmətlə keçirib, indi də bu yaşda ikinci iş görməyə məcburdurlar. Çünki pensiya onları dolandırmağa yetmir. Onlar istirahət etmək əvəzinə yorğun bədənlərini yenidən işə sürükləyirlər. Mən bilirəm ki, bu videonu izləyən hər bir nənənin, hər bir babanın öz hekayəsi var. Hər birimizin ağrıları, çətinlikləri, vətənə verdiyi əməyi var. Bəlkə də siz özünüz də bu vəziyyətdəsiniz, ya da qohum-əqrabanızdan kimsə bu vəziyyətlə üz-üzədir. Zəhmət olmasa aşağıda şərhlərdə yazın. Siz bu qərar haqqında nə düşünürsünüz? Bu qərar sizin ailənizə necə təsir edəcək? Bu haqsızlığa qarşı hansı hissləri keçirirsiniz? Bəlkə də sizin yazdığınız bir cümlə belə bu qərarı qəbul etmək istəyənlərin vicdanını oyadar. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? İlk növbədə panikaya düşməyin. Xatırlayın ki, bu hələ qərar layihəsidir. Yəni hələ qanun qüvvəsinə minməyib. Amma hazırda bu məsələ aktiv şəkildə müzakirə olunur. Ona görə də hazırlıqlı olmaq vacibdir. Birincisi, əgər siz hər hansı bir yerdə qeyri-rəsmi işləyirsinizsə, çalışın ki, əmək müqaviləsi bağlayaraq işinizi rəsmiləşdirəsiniz. Bəli, bu müəyyən sənədləşmə işləri tələb edəcək, bəlkə də işə götürən bundan çəkinəcək. Amma siz hüquqlarınızdan danışa bilərsiniz. Bildirin ki, bu həm sizin, həm də onun gələcəkdə cərimələnməməsi üçün vacibdir. Rəsmi əmək müqaviləsi sizi qanuni olaraq qoruyur. Dövlət Sosial Müdafiə Fondu, DSMF ilə olan bütün əlaqələriniz şəffaf olur. İkincisi, əgər rəsmiləşdirmək mümkün deyilsə, hər ay aldığınız pulun, gördüyünüz işin bir növ qeydiyyatını aparın. Kimdən alırsınız, nə qədər alırsınız, bunlar yazılı şəkildə olsun. Bu gələcəkdə hər hansı bir iddia ilə üzləşəndə sizin müdafiəniz üçün dəlil ola bilər. Üçüncüsü, öz hüquqlarınızı öyrənin. Hansı hallarda pensiya kəsilə bilər, hansı hallarda artırıla bilər? Bu barədə məlumat əldə edin. Bizim kanalda da bu mövzulara toxunulur. Ona görə abunə olmaqla siz daim məlumatda olacaqsınız.
Məsələn, pensiyaçıların bəzi kateqoriyalar üçün, xüsusilə də sağlamlıq imkanları məhdud olanlar, müharibə veteranları və ya müəyyən xidmətlər göstərmiş şəxslər üçün xüsusi güzəştlər və artımlar nəzərdə tutulur. Bu barədə məlumatlı olmaq vacibdir ki, haqqınız olanı tələb edə biləsiniz. Dördüncüsü, hər hansı bir sənəd, xoşbəxtlik məktubu və ya cərimə qəbzi alarkən dərhal reaksiya verməyin. Hər şeyi diqqətlə oxuyun. Anlamadığınız yerləri qohumlarınızdan, övladlarınızdan soruşun ya da bir hüquqşünasa müraciət edin. Unutmayın ki, hər qərarın etiraz etmə hüququ var. Bəzən qanunsuz yazılan bir cəriməni və ya əsassız kəsilən pensiyanı məhkəmə yolu ilə geri qaytarmaq mümkündür. Əziz nənələr, əziz babalar, bilirəm ki, siz həyatda çox çətinlik görmüşsünüz, çox zəhmət çəkmişsiniz. Bu gün də dövlətin bu cür qərarları ilə qarşılaşmaq sizə haqsızlıq kimi gəlir. Mən də sizinləyəm. Bu haqsızlığı qəbul etmirəm. Biz birlikdə olmalıyıq. Ailə bağlarımız, qohum-əqrəba arasında olan dəstək bu cür çətinliklərdə bizə güc verir. Əgər sizin övladlarınız Bakıda ya da xaricdədirsə, onlarla əlaqə saxlayın. Bu videonu onlara göndərin. Qoy onlar da məlumatlı olsunlar. Sizə necə dəstək ola biləcəklərini bilsinlər. Unutmayın ki, birliyimiz bizim gücümüzdür. Bütün bu deyilənləri nəzərə alaraq bir daha soruşmaq istəyirəm. Bəs siz, əziz nənə, əziz baba, bu vətənə ömrünü həsr etmiş, indiyə qədər də əməyi ilə ailəsinə dəstək olan insan, bu haqsızlıq qarşısında susacaqsınızmı, yoxsa haqqınızı tələb edəcəksiniz? Mənimlə bu videonun şərhlərində fikirlərinizi bölüşməyinizi xahiş edirəm. Sizin hər bir sözünüz önəmlidir. Sağ olun.